Uşaqlar, bugün sizlə deməli, üçbucağın ikinci hissəsinin videosunu çəkirik. Diqqətiniz məndə olsun. Başlayaq. Bir, üçbucağın medianı. Üçbucağın təpə nöqtəsi ilə qarşı tərəfin ortasını birləşdirən parçaya üçbucağın medianı deyilir. Amma uşaqlar bunu həmişə necə başa düşür? Sual verir ki, median nədir? Deyir müəllim, qarşı tərəfi nə edir? Yarıya bölür. Əslində median dediyimiz üçbucağın deməli, bax bu təpə nöqtəsindən qarşı tərəfin ortasına qədər olan bütün bu xəttin adıdır median. Şimdi çatdıra bildinmi? İndi ABC üçbucağında median nəymiş? AM. Və median nə edir aşağılar? Qarşı tərəfi yarıya bölür. Bu medianın tərifidir. İndi gəlin misal yazaq buna aid. Misal 15. Perimetri 16 cm olan üçbucağın medianı onu perimetrləri 10 və 14 olan 2 dənə üçbucağa bölür. Medianın uzunluğunu tapın. Deməli, mən bir dənə üçbucaq çəkərəm. Və bu üçbucağın medianını çəkərəm. Uşaqlar, bu çəkdiyim xəttin median olduğunu necə göstərim sizə? Hardan bilək ki, bu çəkdiyim xətt mediandır? 2 bərabər hissəyə bölsün. Qarşı tərəfi 2 bərabər hissəyə böldü. X deyirəm. İxtiyari üçbucaqdır deyə yanlara AB, özünə də deyirəm M. İndi bu üçbucağın özünün perimetri 16-dır. Yazacağım A üstəgəl, B üstəgəl. Buranın bütövi 2x bərabərdir 16. Sonra bu median 2 dənə üçbucağa bölüb, deyir ki, birinin perimetri 10-dur. Birinin perimetri nə qədərdir? 14. Əvvəlcə bu birinci üçbucağın perimetrini yazıram. Yazıram A üstəgəl X üstəgəl M bərabərdir 10. İkinci üçbucağın perimetrini yazaq. İkinci üçbucaq da bura olsun. B üstəgəl X üstəgəl M. Bu da bərabərdir nəyə? 14-ə. İndi uşaqlar, mən bu ikincisinin üçüncüsünü tərəf-tərəfə toplayıram. Elə bir şey, ümumilikdə təyinlər sistemini həll edirəm. 2 ilə 3 tərəf-tərəfə toplayıram. Nə olacaq? A plus B plus 2x üstəgəl 2m bərabərdir 24. Bunun bura qədər olan hissəsi verilibdir də, bu birincidə. Neçə yazım yerinə? 16. Üstəgəl 2m bərabərdir 24. 2m bərabər oldu 24, 16 çıxanda 8. M də bərabər oldu 4-ə. Demək ki, medianın uzunluğu 4-ə bərabərmiş. Başa düşdünüz? Tamam. Davam edək. İndi belə bir qaydamız var. Qeyd. Üçbucağın medianları bir nöqtədə kəsişir və bu nöqtədə hər bir median təpədən başlayaraq 2 bölünsün 1 nisbətində bölünür. Medianların kəsişmə nöqtəsi üçbucağın ağırlıq mərkəzi adlanır və G hərfi ilə işarə edilir. İndi uşaqlar, bu şəkildəki ABC üçbucağında bu G nöqtəsinin adı nədir? Ağırlıq mərkəzi, yəni medianların kəsişmə nöqtəsidir. Necə bölünür dedik? Təpədən başlayaraq 2 bölünsün 1. Yəni AC hissəsinə mən 2K desəm, davamı nə olacaq? K. Həmçinin BC hissəsinə 2M desəm, da buna 2K deyə bilməzsiniz. 2M desəm, CB1 hissəsinə M düşəcək. CC hissəsinə 2N desəm, C1 olacaq nə? N. Çatdı mı? Bütün medianlar kəsişmə nöqtəsində təpədən başlayaraq 2/1 nisbətində bölündü. İndi burada yazmışıq ki, AC bölünsün CA1 2/1'dir. Görünür də uşaqlar. AC bölünsün CA1. 2K-nı K-ya böləndə həqiqətən də nə qalır? 2/1. Eyni qayda ilə BC böl CB1. BC böl CB1. 2M bölünsün M. Yenə bizə nə verdi? 2/1 nisbətini. SC böl CS1. O da yenə bizə 2/1 nisbətini verəcək. Bəs yaxşı, bu nədir? Bunlardan bir neçəsini izah edeyim. Baxın, bu nədir? Yazmışıq ki, AC bərabərdir 3/2 AA1. Bunu istəyirəm səbəbini deyim sizə. AC-miz nədir hal-hazırda? Bir də baxın görün.
AC. AC-miz 2K-dır verilən şəklə görə. Bəs AA1 nədir? AA1. AA1 də 3K-dır. İndi 2K 3K-ya bərabər yazmışam. Onda bunun əvvəlinə bir dənə 3-2 yazmalıyam ki, 3-lər ixtisara getsin, 2K 2K-ya bərabər olsun. Və yaxud belə deyim sizə, uşaqlar, AC 2K-dır, AA1 3K-dır. Onda AC AA1-in hansı hissəsini təşkil eləyər? 3-də 2 hissəsini. Çatdı mı? Gəlin birini də deyim istəyirsiniz. Məsəl üçün, buna baxaq. CA1. CA1 nə qədərdir? K. AA1 nə qədərdir bəs? 3K. Onda belə çıxır ki, CA1 AA1-in hansı hissəsidir? K böl 3K. Yəni 3-də 1 hissəsi. Digərləri də eyni qayda ilə. Başa düşə bildik? Tamam. Davam edirik. İndi görün nə gəlir. Qeydə baxırıq. Deyir ki, tərəfləri A, B və C olan üçbucağın A tərəfindən çəkilən medianı aşağıdakı düsturla tapılır. Uşaqlar, əgər A tərəfindən median çəkəcəksinizsə, düsturu yadda saxlamanın yolunu deyirəm sizə. A tərəfindən median çəkəcəksinizsə, 2-də 1 vurulsun kök 6 yazırsınız və düsturun sonunda çıxılsın A kvadratı yazacaqsınız. Deməli, necə razılaşdıq? Hansı tərəfə median çəkirəmsə, düsturun sonunda çıxılsın həmin tərəfin kvadratı. Əvvəli isə olur 2 vurulsun B kvadrat üstəgəl 2 vur C kvadrat. Yəni, digər iki tərəfin kvadratlarını 2-yə vurub toplayırsınız. İndi bu məntiqlə sizdən MB-ni soruşsam, MB nəyə bərabər olar? Yazmalıyam yenə 2-də 1 vurulsun uzun bir dənə kök. Hansı tərəfə median çəkirəm? Hansı tərəfə median çəkirəm? B-yə. Onda düsturun sonunda nə olmalıdır dedik? Çıxılsın B-nin kvadratı. Bəs əvvəlin olmalıdır? 2A-nın kvadratı üstəgəl 2 vurulsun C-nin kvadratı. Düstur görünüş baxımından çox çətin düstura oxşasa da əslində sadə düsturdur. Məsəl üçün, MC-ni də yazaq. MC bərabərdir. Yenə 2-də 1 vur, uzun bir dənə kök. Əgər C-yə median çəkirəmsə, düsturun sonunda çıx C kvadratını yazın. Əvvəli isə olacaq 2A kvadrat üstəgəl 2B-nin kvadratı. Tam öyrənə bildiyimi düsturu? Tamam. Bunu öyrəndik. İndi gəlin buna ait bir dənə nümunə yazaq. Misal 16. Bir tərəfləri 7, 8 və 9 olan üçbucağın böyük tərəfindən çəkilmiş medianını tapın. Uşaqlar, təbii ki, nə etməliyəm? Ən birinci, üçbucaq çəkməliyəm. Tərəflər 7-dir, 8-dir, 9-dur. Və böyük tərəfinə median çəkirəm. 9-a median çəkirəm. Uşaqlar, bu 9-a çəkilən medianın adına nə deyəcəyik? M9. 8-ə median çəksəydi, M8 və s. İndi yazıram onda M9 bərabərdir. Yenə 2-də 1 vurulsun uzun bir dənə kök. Düzdürmü? Bayaqdan danışırıq da bunları. 9-a median çəkirəm deyə düsturun sonunda çıxılsın 9-un kvadratı. Əvvəlində isə 2 vur 7-nin kvadratı, 2 vurulsun 8-in kvadratı. Qaldı bunu hesablamamız. Yazıram 2-də 1 vurulsun kök altında. 7-nin kvadratı 49, 2-yə vururam 98. Üstə gəl 8-in kvadratı 64, 2-yə vururam 128, çıxılsın 81. İndi 98 ilə 128-i toplayanda 220, 226, 226-dan da 81-i çıxanda 45. Deməli, 2-də 1 vurulsun kök altında 145. Elə cavab eləcə də qalsın. Başa düşdüyümü? Məncə çətin bir şeylər danışmadım sizə. Sadəcə düsturdu yerinə qoyub hesablayacaqsınız. Sonra misal 17-yə də baxaq uşaqlar. Misal 17. Deyir ki, tərəfləri 6 və 7 cm, üçüncü tərəfinə çəkilən medianı da 4 olan üçbucağın üçüncü tərəfini tapın. Gəlin görək nə demək istədi. Baxın, bir dənə, üçbucaq çəkirəm. Tərəflər 6, 7-dir.
Üçüncü tərəfini bilmirəm, x yazıram. Amma buna çəkilən median bilirəm ki, 4-dür. Onda bu 4 tərəfinə görə, 4x tərəfinə görə median düsturunu yazıram. Yazıram 4 bərabərdir. 2-də 1 vurulsun uzun bir kök. Başa düşdünüz də? Median nə idi? 4. Ona görə 4 bərabərdir yazdım. İndi hansı tərəfə median çəkmişəm? X-ə. Onda düsturun sonunda çıxılsın x kvadratı. Əvvəli isə olacaq 2 vur 6-nın kvadratı. 2 vurulsun 7-nin kvadratı. İndi uşaqlar, bu 2-də 1-dən azad olaq. Hər iki tərəfi nəyə vuraram? 2-yə. Onda 8 bərabərdir kök altında. Hesablayıram. 6-nın kvadratı 36, 2-yə vurdum. 72. 7-nin kvadratı 49, 2-yə vurdum. 98. Çıxılsın x kvadratı. Uşaqlar, neynəsəm bu kökdən azad olaram? Hər iki tərəfini kvadrata yüksəltsəm. Kökdən azad olmaq üçün hər iki tərəfini kvadrata yüksəldirik. 64 bərabər olur. Bununla bunun cəmi də, bu ikisinin cəmi 170. Çıxılsın x kvadratı. Buradan da x kvadrat bərabər 170-dən 64 çıxanda 106. X-in özü olacaq kök altında 106. Problemimiz olacaqmı? Xeyr. Davam edirik. Davam edirik. Görün nə gəlir. Düzbucaqlı üçbucaqda hipotenuzla çəkilən median hipotenuzun yarısına bərabərdir. Demək uşaqlar, əgər düzbucaqlı üçbucaqda siz hipotenuzla median çəkmisinizsə, onda medianın uzunluğu bərabər olacaq nəyə? Hipotenuzun yarısına. Aydın oldu mu? Həmçinin burada adına möhtəşəm üçlü deyəcəyik. Niyə möhtəşəm üçlü? Baxın, bu 3 dənə xətt həmişə bir-birinə bərabər olur. Başa düşə bildinizmi? Bu 3 dənə xətt həmişə bir-birinə bərabərdir. Buna görə möhtəşəm üçlü deyəcəyik. İndi, buna aid gəlin bir dənə misal yazaq. Deyir ki, M nöqtəsi ABC üçbucağının medianlarının kəsişmə nöqtəsidir. M nöqtəsi medianların kəsişmə nöqtəsidirsə, onda bu nöqtədə bölünmə necə olacaq aşağılar? Bayaqlar öyrəndik. Təpədən başlayaraq 2 bölünsün 1 nisbəti. İndi AM ilə MC perpendikulyardır deyir. Həmçinin BM nə qədərdir? 18. Uşaqlar, mən BM 18 yazmışamsa, onda MN-ə nə qədər qalar? Başa düşə bildiniz məni? Niyə 9 yazdım? Çünki biri 2K olanda, digəri də K-dır. İndi, istəyirəm baxasınız AMC üçbucağına. AMC necə üçbucaqda uşaqlar? Düzbucaqlı üçbucaq. Bəs bu MN həmin düzbucaqlı üçbucaqda nədir? Median. Hipotenuzla çəkilən mediandır. Onda möhtəşəm üçlü qaydamıza görə bura 9-sa, buralar da 9, 9. AS-miz nə qədər olacaq? Bizdən də bax buranı istəyirdi. Cavab oldu 18. Aydındır? Növbəti bir qaydamız gəlir. Növbəti bir qaydamız gəlir. Qulaq asaq. Deyir, əgər EMA və MB medianları perpendikulyar olarsa, yəni üçbucağın 2 dənə medianı perpendikulyardırsa, EMA ilə MB, onda MC medianı, yəni 3-cü tərəfə çəkilən medianı necə tapmaq olar? Düstur belədir. MC-nin kvadratı bərabərdir. EMA kvadrat üstə gəl, MB kvadrat. Bir növ bu düstur bizə Pifagor teoremini xatırladır. Medianlar üçün Pifagor teoremi demək olar. Gəlin, buna aid bir dənə nümunə yazaq. Misal 19-a baxın. Deyir ki, ABC üçbucağında AM və BN medianlardır. Həmçinin AM BN-ə perpendikulyardır, görə bilirik. Sonra BN bizə verilib 9. Bax, bu median, gəlin buna EMA deyə istəyirsiniz. EMA 9-dur. Digər median AM 12-dir. Bu da olsun MB bərabərdir 12. C təpəsindən çəkilmiş medianı tapın. C-dən də çəkilən median bir də bax bu olsun. Gəlin bunun adına SK deyək. Bu da olsun MC. MC-ni elə bir ki bizdən soruşur. Düstur nə dedi bizə bayaqlar? 3-cü medianın kvadratı, MC-nin kvadratı. Bax bu düsturu yazıram da.
MC-nin kvadratı bərabərdir. MA kvadrat üstə gəlinsin MB kvadrat. Yəni 9-un kvadrat üstə gəl 12-nin kvadratı. 81 üstə gəlinsin 144. Bu eləyər 225. Onda MC özü nəyə bərabər oldu? 15. Aydındır? Bu bunun düstur usulu. Bir də düstursuz bir usul var. İstəyirəm onu da deyim sizə. Əslində mənim xoşuma gələn düstursuz usuludur. Diqqətlə qulaq alsın, siz də başa düşəcəksiniz. Uşaqlar, BN əgər 9-dursa, bax bu C nöqtəsində bu 9 necə bölünər? Bura 2K, bura K deyildimi? Yazacaqsınız 3K bərabərdir 9. K bərabər oldu 3. Demək ki, bunun bu aşağısı 3 imiş. Yuxarısı nə qədər imiş? 6. Çatdın bu hissəsi. Həmçinin AM-i bizə 12 veriblər. Görə bilirsiniz? AM 12-dir. Mən bura 2M desəm, bunun burasına M deməliyəm. Yenə 3M bərabərdir 12. M nə qədər oldu? 4. Demək ki, bura 4, bura nə qədər olar? 8. İndi, məndən də istədiyi bax budur. 3-cü səviyyə çəkilən median. Bunda da CK dedik. Uşaqlar, AC, B üçbucağına baxın. AC, B üçbucağına baxın. Necə üçbucaqdır? Düz bucaqlı üçbucaq. Katetlər biri 6, biri 8-dirsə, onda bu fetonuz nə qədər olar? 10. Bu hardan gəlirdi? 6-nın kvadratı da 8-in kvadratı bərabərdir. Elə bil ki, AB-nin kvadratı. Bu 100 eləyir. Demək ki, AB də nə imiş? 10 imiş. İndi CK hissəsinə baxın. CK mediandır deyə, düzbucaqlı üçbucaqda mediandır deyə. Möhtəşəm üçlü qaydasına görə bunların üçü də bir-birinə bərabər olmalıdır. Onda AB 10-dursa necə bölünəcək bunlar? 5, 5. CK hissəsi bu da olacaq 5. CC hissəsi bəs? Təpədən başlayan hissə. Baxın, bir hissəmiz 5 isə onda bu CC hissəsi olacaq 10. Nəticədə SK medianı nə qədər oldu? 10 üstə gəl 5-dən 15. Bayaq düstura görə də 15 tapmışdı. Mənə görə bu üsul daha rahatdır. Tamam. Davam edirik. İndi gəlir nə? Bir, üçbucağın hər hansı tərəfinə çəkilmiş medianın uzunluğu digər iki kənar tərəfin cəminin yarısından kiçik, mütləq fərqinin yarısından isə böyükdür. Bu nə deməkdir uşaqlar? Deməli, tutaq ki, ABS üçbucağın tərəfləridir. EMA isə A tərəfinə çəkilmiş mediandır. İndi sual belədir ki, EMA hansı aralıqda qiymətlər alar? Bax, bu EMA hansı aralıqda qiymətlər alar? Düstura görə B-dən S-ni çıxıb yarıya bölməlisiniz. B ilə S-ni toplayıb yarıya bölməlisiniz. Bu ikisinin arasında yerləşər. İndi, misal 20-də bax, bu X mediandır. Bu X hansı aralıqda qiymət alacaq uşaqlar? Düstur dedi ki, 12-dən 8-i çıx modulda böl 2-yə. Həmçinin 12 ilə 8-i topla böl 2-yə. Onda X-in yerləşmə aralığı haralar olar? 2 ilə 10 arasında olacaq. Aydın oldu mu? Bu bunun düstur yolu. Bir də düstursuz yolu var. Gəlin buna da baxaq. Deməli, düstursuz yolu belədir. Mən istəyirəm ki, ümumiyyətlə belə bir qayda deyim sizə. Əgər üçbucaqda median çəkilibdirsə, median qarşı tərəfi nə edir? Yarıya bölür. Bura orta nöqtədir deyə, bu orta nöqtədən bir dənə paralel çəkin. Bu üçüncü tərəfə. Paralel çəkəndə, bura 12 olduğundan bunun özü olacaq 6. Orta xəttdə olur. Həmçinin, bu da orta xəttdə olduğuna görə, bu 8 olan tərəfdə yarıya bölünəcək. 4 4-ə bölünər. İndi istəyirəm, bax, bu yaranan üçbucağa üçbucaq bərabərsini tətbiq eləyək. Yəni, x-imiz hansı araqda qiymət alar? Belə eləyəcək də, modulda 6 çıx 4, bir də 6 üstə gəlsin 4. Yenə x-imiz hansı araqda qiymətləri aldı uşaqlar? 2 ilə 10 arasında. Çatdı mı? Bayaq düstura görə də 2 ilə 10 arasında qiymətlər almışdı.
Gəlin indi baxaq üçbucağın tən böləni. Deyir, üçbucağın bucaq tən böləninin qarşı tərəfin nöqtəsi ilə birləşdirən parçasına üçbucağın tən böləni deyilir. Demək uşaqlar, gəlin bu tərif izah edeyim, görək nə deməkmiş. Bilirsiniz ki, bucağın tən böləni nə edirdi? Bucağın tən böləni. Çıxdığı bucağı yarıya bölürdü. İndi üçbucağın hər hansısa bir bucağının tən böləninin qarşı tərəfin nöqtəsi ilə birləşdirən parçasına, yəni CD parçasına bu üçbucağın nəyi deyəcəyik? Tən böləni deyəcəyik. Və tən böləni də razılaşaq ki, nə ilə işarə edirik? T ilə. Bəs yaxşı uşaqlar, bu ASB üçbucağında CD tən böləndir. Mən necə hiss elətdirim ki, bu tən böləndir? Necə hiss elətdirim ki, bu tən böləndir? Alfa yazmaqla. Yaxşımı? Məsələn, sual çıxacaq qarşımıza. Deyir ki, ABC üçbucağıdır. ABC üçbucağıdır. AD tən böləndir. AD tən böləndir. Bu xətti çəkdim. Nə bilim ki, bu tən böləndir? Hardan biləcəm? Bu xətti çəkəndən sonra buralara alfa yazmalısınız ki, baxan adam bilsin ki, bu nəymiş? Tən bölən. Median olduğunu necə hiss elətdirdik? Qarşı tərəfləri, məsəl üçün, AD median olsaydı, onda bura ilə buranı bərabər göstərərdik. Çatırmı? Bir də var hündürlük. Hündürlük olduğunu necə hiss eləyəcək? Hansısa bir xəttin hündürlük olması üçün hündürlük qarşı tərəflər 90 dərəcə bucağı əmələ gətirir. Keçəcəm birazdan. Tamam. Bunları qoyaq bir kənara. İndi, belə bir dənə tövsiyəm var. Əgər üçbucaq sualında deyirsə ki, məsəl üçün, ABC üçbucağında AD tən böləndir. A-nı götürün yuxarıda və yuxarıdan aşağıya tən bölən çəkin. Söhbət neçə tən böləndən getdi? Bir dənə. Bir tən bölən çəkəcəksinizsə, yuxarıdan aşağıya çəkirsiniz. Yox, əgər desə ki, ABC üçbucağında A və B bucaqlarının tən bölənləri çəkilib, neçə tən böləndən söhbət getdi? 2. 2 tən bölən çəkəndə uşaqlar, oturacaqdan yanlara çəkəcəksiniz. Şimdi çatdıra bildinmi? Deməli, nəydə razılaşdıq, nə öyrəndik? Bir tən bölən çəkiriksə, yuxarıdan aşağı çəkəcəyik. 2 tən bölən çəkiriksə, oturacaqdan yanlara çəkəcəyik. Misallarda bu həqiqətən çox önəmlidir. İndi, gəlin baxaq, misal 21-ə. Deyir, ABC üçbucağının A və B təpələrindən çəkilmiş tən bölənlər neçə təpədən tən bölən çəkilib? 2. Onda bu A-nı və B-ni mən harada götürməliyəm aşağılar? Oturacaqda. Burada A olsun, burada B olsun, burada olsun C. İndi, A və B təpələrindən çəkilmiş tən bölənlər. A-dan tən bölən çəkmişəm. Aşağılar hardan bilim ki, bu tən böləndir? Alfa yazmaqla. Bayaqlar danışdıq. Bir də B-dən tən bölən çəkmişəm. Yenə hardan bilim ki, bu tən böləndir? Da buna alfa yazmayın. Buna beta yazın. İndi deyir ki, A və B təpələrindən çəkilmiş tən bölənlər D nöqtəsində kəsişirlər. Demək ki, D haradır? Bu iki tən bölənin kəsişmə nöqtəsi. Bax, D buradır. Bunu yazdıq. İndi, deyir, BAC üstəgəl ABC bərabərdir ADB. Gəlin buna da özümüzdən bir dənə qamma deyək. Şuralar sual verirəm. BAC nəyə bərabərdir? Bax, BAC. B-dən gəldiniz A-ya, A-dan da gəldiniz C-yə. Nə yazacam? 2 alfa. Üstəgəl ABC. Bunu da izləyin. A-dan B-yə, B-dən də C-yə. 2 beta. Bərabərdir ADB bucağına. ADB-yə nə demişik? Qamma. Tamam. Bəs yaxşı. ADB üçbucağında fikir verirsinizmi? 3 dənə də bucaq var. Alfa da var, qamma da var, beta da var. Onda bunlar üçün nə yazım? Cəmi nə qədər olurdu? 180. Bir də bunu yazırıq. 180. İndi, yuxarıdakı bu qammanı gətirin aşağıda əvəz edin. Bax, alfa üstəgəl beta özündə var. Sən bu qammanın yerinə də 2 alfa üstəgəl 2 beta yaz. Bərabərdir 180. Nəticədə 3 alfa üstəgəlsin 3 beta bərabər oldu 180. Alfa üstəgələ beta nə tapıldı uşaqlar? 60.
İndi bizdən istəyir AC B bucağını. Bu da bax buranı istəyir. Uşaqlar, böyük bucağa baxın görün. Böyük bucaqda nə görürsünüz? Bu bucaq nə qədərdir? 2 alfa. Bu bucaq nə qədərdir? 2 beta. Üstə gəlsin x bərabər olmalıdır nəyə? 180-ə. İndi uşaqlar, alfa üstəgəl beta 60 dərəcədirsə, 2 alfa üstəgəl 2 betamız nə qədər olacaq? 120. 120 üstəgəl x bərabərdir 180. X də tapıldı 60 dərəcə. Başa düşdünüzmü? Biraz ağır sualdır. Amma məncə başa düşülən izah verdim. Çatdı mı? Ev tapşırığında da var. Davam edirik. Bir, üçbucağın tən böləni. Növbəti bir qeydimizə baxaq. Üçbucağın tən böləni çəkildiyi tərəfi qalan iki tərəflə mütənasib hissələrə bölür. Bu nə deməkdir uşaqlar? Məsəl üçün, bu üçbucaqda siz əgər oturacağa median çəkmisinizsə, üzr istəyirəm, tən bölən çəkmisinizsə, bax bu tən böləndir. Bu tən bölən tərəflərlə oturacaqda alınan bu M və N hissələrini mütənasib bölür. Mütənasib sözün mənası nə idi? Nisbətləri bərabər. Bu deməkdir ki, tərəflərin nisbəti, yəni A bölünsün B, bərabərdir oturacaqdakı bu hissələrin nisbətinə. Bu düstur aydın oldu mu sizə? Tərəflərin nisbəti bərabər oldu hissələrin nisbətinə. Və yaxud belə də eləyə bilərsiniz. Tərəf bölünsün öz hissəsi, A-ya uyğun olan hissə M-dir də. A bölünsün M bərabərdir B bölünsün nə? B bölünsün N. Onda bu da bax burada yazmışıq. Çatdı mı? Hətta istəsəz, bunu bax bu formada çarpazla vura bilərsiniz. Bunu buna vura bilərsiniz. A-N bərabərdir B. Onsuz da siz bunların bu iki düsturun ikisini də hesablasanız, eyni düstura gəlib çıxacaq. İndi gəlin görək misallarda bunu necə istifadə edəcək bu qaydanı. Misal 22-yə baxırıq. Deyir, ABC üçbucağında AD tən böləndir. Uşaqlar, nə etməliyəm? ABC üçbucağı çəkməliyəm. Söhbət neçə tən böləndən gedir? AD tən böləndir. Bircə dənə tən böləndir. Onda bu anı harada götürün dedim? Yuxarıda. Onda bura B, bura C yazıram. Və bu AD tən böləndir. Hardan bilim ki AD tən böləndir? Alfa alfa yazmaqla. Yazdım bura alfa alfa. İndi AB verilib 8. Yazdım bura 8. BD verilib 5. Bura yazdım 5. AC verilib 6,4. Bura yazdım 6,4. Bizdən də CD-ni istəyir. Burada yazıram X. İndi qaydamız nə dedi bayaqlar? Ən rahatı budur. 8-in nəyə nisbəti? 8 bölünsün 5 bərabərdir. 6,4 bölünsün X. 6,4 bölünsün X. Bunu da çarpaz vurun. 8x bərabər oldu 32. X də bərabər oldu nəyə? 4-ə. Çatır mı danışdığım? Tamam. Əgər bizdən BC-ni istəsəydi, onda cavabı olardı 9. Elə ki, tapdığımız bu 4-ün 5 ilə 4 toplayardıq. Misal 23-ə baxaq. Misal 23. Deyir ki, ABC üçbucağında AB 8, BC 9, AC 10-dur və AD tən böləndir. Yenə söhbət neçə tən böləndən gedir? Bir dənə. Bu tən böləni harada götürəcək? Yuxarıdan aşağı çəkməliyik. Onda A-nı yuxarıda götürək. Bura B, bura C olsun. Və buradan da bir dənə tən bölən çəkdim. AD-nin tən bölən olduğunu göstərirəm. Alfa, alfa. İndi ölçülər yazaq. AB-miz nə qədər? 8. BC-miz hamısı bütövlükdə 9. AC-ni AC 10-dur. Nəyi soruşur? BD-ni. Burada yazıram. Bir dənə X. İndi uşaqlar, bütöv BC nə qədərdir? Baxın, 9. Mən BD-yə X demişəmsə, DC hissəsinə 9 sıx X qalar da. Düz dedim mi?
İndi xassəmiz necə idi? Bax, bayaqlar xassə öyrəndik sizlə. 8 bölünsün x bərabərdir 10 bölünsün 9 çıxaq x. 10 bölünsün 9 çıxaq x. Çarpaz vuraq x'i tapaq. 10x bərabərdir 72 çıxılsın 8x. Mənfi 8x bu tərəfə keçsin. 18x oldu. Bərabərdir 72. X də bərabər 72-ni 18-ə böldük 4. Məndən də elə bunu istəyirdim. Satdım aşağılar. Satdı? Tamam. İstəyirəm bu misala başqa bir yolla deyim sizə. Bu olsun bunun birinci yolu. Bir də ikinci bir yol deyirəm. Yenə ABC üçbucağı var. AD tənböləndir. A-nı götürdüm yuxarıda. Deməli, bu verilib 8, bu verilib 10. Bütöv BC-də nə qədərdir aşağılar? 9. Mənim ən çox istifadə edəcəyim üsul, bu ikinci deyəcəyim üsuldur. Deməli, nə edəcəksiniz? Qaydamıza görə bilirəm ki, bu 8 ilə 10-un nisbəti BD ilə DC-nin nisbətinə bərabərdir. İndi sual verirəm sizə. 8 ilə 10 hansı nisbətdədirlər? 8 bölü 10 hansı nisbətdədir? 4 ilə 5. Hər ikisini 2-yə böldüm də elə bil ki. Bax, sual verirəm. 8 ilə 10 hansı nisbətdədir? Hər ikisini 2-yə bölsəz 4 böl 5. Demək ki, mən BD-yə 4K, DC-yə nə yaza bilərəm? 5K. Uşaqlar, belə yazılışları biz K-ya keçirdik axı. 4 böl 5 oldu 4K, bir də 5K. İndi bütöv BC-yə baxın. Bütöv BC 9K bərabərdir nəyə? 9-a. K bərabər oldu nəyə? 1-ə. Demək ki, bu BD-miz nə qədər imiş onda? 4. DC-ni soruşsaydı, cavab olardı 5. Aydın oldu? O birinci sulu gəlin adlandıraq Dədə Baba üsulu. Bu ikinci usul məncə daha rahatdır və ən çox da bundan istifadə edəcəyik. İndi bunu yaxşı öyrənməyimiz üçün gəlin bir dənə misal yazaq. Misal 24-də baxın. Deyir, ABC üçbucağında CD tənböləndir. CD tənböləndir. Tənböləndirsə, mən hardan bilim ki, bu tənböləndir? Alfa, alfa. Sonra AC3, BC 8 verilib. BD çıxad 3 olarsa, AD-ni bizdən soruşur. Deməli, uşaqlar, 3 ilə 8 hansı nisbətdədirlər? 3 ilə 8 elə 3 ilə 8 nisbətindədir. Onda mən AD-yə 3K, BD-yə nə yazaram? 8K. Məsələnin şərtində bu iki parçanın fərqini 3 verib. Nə yazım? Bax, deyir da, BD çıxad 3-dür. 8K çıxılsın 3K bərabərdir 3. 5K'mız 3 oldu. K'mız oldu nə qədər? 0.6. AD'ni soruşur. AD'miz bəs? Niyə? AD 3K'da axı. 3 vurulsun 0.6. Cavabımız oldu 1.8. Aydındır? Tamam. Davam edirik. Deyir ki, tənbölənin uzunluğu aşağıdakı düsturla tapılır. Uşaqlar, tənbölən uzunluğunu tapmaq üçün düstur belədir. T'nin kvadratı bərabərdir. Yan tərəflərin hasili çıxılsın oturacaqdakı hissələrin hasili. Bir də deyirəm, tənbölənin kvadratı bərabərdir. Yan tərəflərin hasili çıxılsın oturacaqdakı hissələrin hasili. Buna bir də misal yazaq. ABC üçbucağında BD tənböləndir. Nə başa düşdünüz? B-ni harada götürəcəm? Yuxarıda, mütləq. Bura yazıram A, bura yazıram B, bura yazıram C. BD tənböləndir. Alfa, alfa. AB verilib 16, yazdım 16. BC verilib 14, yazdım 14. AD verilib 8. Bax, bura 8 verilib.
BD-ni tapın. BD fikir versizmi tənböləndir. Bax, məndən bunu istəyir. İndi DC-ni həqiqətən hamı şifahi tapa bilər. Neçədir? 7. Hardan bildiniz? Fikir verin. 16 8 olub. 2 dəfə kiçilibmi? 14 2 dəfə kiçilib. Neçə olmalıdır? 7. Birinci işimiz bu DC-ni tapmaq olmalıdır. Həqiqətən çox rahat tapılır. İndi düsturunu yazıram. T-nin kvadratı bərabər idi. Nə dedi düstur bu? Bax, bu düstur nə dedi? Dedi ki, yanları bir-birinə vur. Oturacaqdakı hissələr bir-birinə vur və bir-birindən çıx. Yəni 16 vur 14 çıxılsın 8 vur 7. 16-nı 14-ə vuranda 224 mü? 224 çıxılsın 8 7-yə vuranda 56. Bəs bunların fərqi 168. 168. İndi T'nin kvadratı 168'dirsə, onda T'nin özü kök altında 168. Bundan uzaqbaşı köklər də çıxarda bilərsiniz. Siz nəyə bölünür? 4-ə. 42 vurulsun 4 deməkdir də. 2 kökdə 42. Bildiniz də nə elədim uşaqlar? Bu 4 vurulsun nə deməkdir? 42. 4-dən nə çıxırdı kök? 2. Kök altında qaldı 42. Aydındır? Tamam. Növbəti bir qeydimiz gəlir. Yazmışıq ki, üçbucağın tənbölənləri bir nöqtədə kəsişir və bu nöqtə üçbucağın daxilinə çəkilmiş çevrənin mərkəzidir. Bax, sizə sual versəm uşaqlar, üçbucağın tənbölənləri harada kəsişir? Sizin cavabınız nə olmalıdır? Ortada yox. Çevrənin mərkəzində. Daxilə çəkilmiş çevrənin mərkəzində. İndi çevrə mövzusunda keçəndə belə bir sual verəcəm. Uşaqlar, üçbucağın daxilinə çəkilmiş çevrənin mərkəzi hardadır? Deyəcəksiniz, tənbölənlərin kəsişmə nöqtəsində. Deməli, tənbölənlərin kəsişmə nöqtəsi daxilə çəkilmiş çevrənin nəyindəymiş? Mərkəzindəymiş. Oldu mu? Tamam. Uşaqlar, indi danışaq üçbucağın hündürlüyündən. Deyir ki, üçbucağın təpə nöqtəsindən qarşı tərəfə qədər məsafəyə üçbucağın hündürlüyü deyilir. Üçbucağın hündürlüyü demək ki, nəymiş uşaqlar? Təpə nöqtəsi ilə qarşı tərəfi, ortasını birləşdirən, qarşı tərəfi birləşdirən düz xəttiymiş. İndi ABC üçbucağında görə bilirsiniz uşaqlar, ABC üçbucağında B təpəsindən AC-yə qədər olan məsafəyə nə deyəcəyik? Hündürlük deyəcəyik. Misal 26. ABC üçbucağında AA1 və CC1 hündürlükləri K nöqtəsində kəsişir. Bucaq A1, AC 32 dərəcə. Bu haradır? Bax bura. 32 dərəcə. C1, CA 25 dərəcə olarsa, bax bura 25 dərəcədir. ABC bucağını bizdən soruşur. Deməli, ABC bucağını bizdən soruşur. Gəlin burada yazaq bir dənə X. Uşaqlar, bu sualın bir çox həll üsulları var. Bu sualın bir çox həll üsulları var. Bunların içərisində məsləhət gördüyüm hansı üsuldur deyim sizə. AKC üçbucağına baxın, aşağıdakı üçbucağa. AKC üçbucağında bu AKC bucağı nə qədərdir? Əvvəlcə gəlin bunu tapaq. Yazıram 32 dərəcə, 32 dərəcə, üstə gəl alfa, üstə gəl 25 dərəcə, bərabərdir nəyə? 180 dərəcə. Onda alfa bərabər olar. Bundan bunun cəmi 57. Keçirsəm digər tərəfə 123. İndi uşaqlar, alfa əgər 123-dürsə, C1K A1 də, bax bunun bu yuxarı hissəsi də 123 olarmı? Hansı qaydamıza görə? Qarşılı bucaqlara görə. Tamam. İndi bura 90-dırsa, bunun bu qonşusu da 90-dır. Bu 90-sa bunun qonşusu da 90-dır. Nəticədə B, C1, K, A1 neçə bucaqlı oldu? 4 bucaqlı. 4 bucaqlıdırsa cəmi 360.
Gəlin yazaq. X üstə gəl 90. Üstə gəl 123. Üstə gəl bir dənə də 90. Bərabərdir. Deməli 360. Deməli, buradan da x-i tapmış olsaz, olacaq 57 dərəcə. Başa düşə bildinizmi? Çətin deyildi ki? Xeyr. Başqa bir üsul da deyim istəyirsiniz. Baxın, deməli, buranı 32 vermişdi. Düzdürmü? Buranı 25 vermişdi. Bizdən də bu x-i soruşur. Belə bir sual verirəm sizə. Belə bir sual verirəm. Bura 32 olanda, bax bura 32 olanda A, A1 S üçbucağına görə bu bütöv S bucağı nə qədər olmalıdır? Aha, 58. Həmin bu 58-in 25-i aşağıdadırsa, özünə nə qədər qalar? 33 dərəcə. İndi istəyirəm ki, B, S1, S üçbucağına baxasınız. B, S1, S. Bura 90-sa bunun qonşusu da 90-dır. B, S1, S düzbucaqlı üçbucaqdır. Əgər bura 90-dırsa, onda bu 33 olduğundan x-ə qalmalıdır neçə dərəcə? 57 dərəcə. Bura niyə 33 oldu? Bu 32 daxı. Bunun bütövi neçə olmalıdır? 58. Çünki iti bucaqların cəmi A, A1, S düzbucaqlı üçbucaq daxı. İti bucaqların cəmi 90 dərəcə olmalıdır. Bura 33 olduğundan bura qalmalıdır 58. 58-in də 25 aşağıdadırsa 33-ü qalacaq yuxarıya. Başa düşə bildik? Hətta bunu digər tərəfə görə də yaza bilərdik. Yenə deməli neyniyək? Deyək ki, bura 32-dir. Bura 25-dir. Deməli, S1 90-dır. S əgər 25 dərəcədirsə, bura bütöv neçə dərəcə qalar aşağılar? 65 qalar mı? 25-dirsə, ora 65 olmalıdır. 65-in 32-si aşağıdadır. Onda özünə qalar 33 dərəcə. İndi baxırsınız A, A1, B düzbucaqlı üçbucağına. Onda bu x nə qədər olar yenə? Bura 90-dırsa 33, buna qaldı 57 dərəcə. Çatırmı? Bax, 3 dənə yol dedim sizə. Üçündən birindən yazarsınız inşallah. Sonra davam edirik. Deyir ki, üçbucaqda kiçik tərəfə böyük hündürlük, böyük tərəfə isə kiçik hündürlük uyğundur. Bunun tərcüməsini deyim sizə. Üçbucaqda tərəf nə qədər böyükdürsə, buna çəkilən hündürlük bir o qədər dəfə kiçikdir. Tərəf nə qədər kiçikdirsə, buna çəkilən hündürlük bir o qədər dəfə böyük olacaq. Deməli, baxın, əgər A tərəfi B tərəfindən böyükdürsə, onda A tərəfindən çəkilən H-a B tərəfindən çəkilən HB-dən kiçik olmalıdır. Başa düşdünüzmü qaydamızı? Tamam. Davam edirik. Növbəti bir qaydamız gəlir. Yazmışıq ki, körbucaqlı üçbucaqda iti bucaq təpəsindən çəkilən hündürlük qarşı tərəfin uzantısına çəkilir. Uşaqlar, körbucaqlı üçbucaqdır. A, S, B. Bax, bunun burası körbucaqdır. Buradakı alfa bucağı deməli nədir? 90-dan böyükdür. Onda mən B təpəsindən AC-yə hündürlük çəkmək istəyirəmsə, mütləq AC-ni uzatmalıyam kənara doğru və bunun uzantısına hündürlük çəkməliyəm. Daha bunu bu formada belə çəkib məcbur eləməyin ki, bura 90-dır. Belə hündürlük olmaz. Aydın oldu mu? Düz bucaq dediyimiz 90 dərəcə bucaq altında düşməlidir. Növbəti bir qaydamız gəlir. Düzbucaqlı üçbucağın katetləri də üçbucağın nəyidir? Hündürlüyüdür. Ümumiyyətlə, hər bir üçbucağın neçə hündürlüyü var aşağılar? 3 dənə. Düzbucaqlı üçbucaqda bu 2 dənə hündürlük həmişə görünür. Çəkməyə ehtiyac yoxdur. Fikir verin. Bax, bu B kateti A tərəfinə, A katetinə çəkilən hündürlükdür. Ona görə yazmışıq ki, B bərabər H-a. Mənasını başa düşə bilirsinizmi? A kateti B tərəfinə çəkilən hündürlükdür. Ona görə yazmışıq ki, A bərabərdir HB. Bəs üçüncü hündürlük, dedik, 3 dənə hündürlük var. Üçüncü hündürlükdə düz bucaq təpəsindən beton uca çəkilən bax bu hündürlükdür. Aydın oldu mu? Həqiqətən də 3 dənə hündürlük oldu. Çatdım uşaqlar? Tamam. Davam edirik. Yazmışıq ki, hər bir üçbucağın 3 hündürlüyü var.
İtibucaqlı üçbucaqda hündürüşlər üçbucağın daxili oblastında, düzbucaqlı üçbucaqda hündürüşlər düzbucaq təpəsində, korbucaqlı üçbucaqda isə hündürüşlər üçbucağın xarici oblastında kəsişir. İndi biz burada bir dənə nümunəsini göstərmişik. Bütün hündürüşlər üçbucağın daxili oblastında kəsişib. Demək ki, bu üçbucaq necə üçbucaq imiş? İtibucaqlı üçbucaq. Məsəl üçün, düzbucaqlı üçbucaq çəkib, 3 dənə hündürlükdə qeyd edirəm. Bunu bayaqlar danışdıq. Buna deyək H1. Nə dedik aşağılar? Dedik ki, katetlər həm də hündürlükdür. Onda buna nə deyərəm? H2. Üçüncüsü nə idi bəs? Betonca çəkilən. Buna da gəlin deyək H3. Fikir verdinizmi? Üçü də harda kəsişdi? Üçünün də kəsişmə nöqtəsi düzbucaq təpəsində. Çatdı mı? Bu belə. İndi korbucaqlı üçbucaq çəksəydim. Belə bir dənə korbucaqlı üçbucaq çəkək. İndi, məsəl üçün, bu A-dır. Buna çəkilən hündürlük hara çəkilmişdi? Uzantıya. Buna deyəcəm onda H-a. Tutaq ki, bu B-dir. Buna çəkilən hündürlük bunun uzantısına çəkiləcək. Bunun adına nə deyək? HB. Bu C-dirsə, buna çəkilən hündürlük bu da olsun HC. Korbucaq təpəsindən çəkildi. İndi bu üç hündürlüyün kəsişməli nöqtəsini axtaraq. Bunun üçün belə eləməlisiniz. Bax, bunu belə uzadacaqsınız. Bunu uzadacaqsınız. Bir də bunu uzadacaqsınız. Üçünün də kəsişməsi üçbucağın fikir verirsinizmi? Xarici oblastında oldu. Çatır mı danışdıqlarım? Aşağı aydın olmalı. Bax, bu A tərəfinə hündürlük çəkirsənsə, bayaq dedim ki, uzantısına çəkəcək. Korbucaqlı üçbucaqdır deyə. İndi çatdı. B-yə çəkilən hündürlük. Yenə itibucaq təpəsindən çəkirəm deyə bunun uzantısını çəkdim. Amma C-yə çəkilən hündürlük korbucaq təpəsindən çəkildiyinə görə harada yerləşəcək? Üçbucağın daxili oblastında. Razılaşdıq? Tamam. Davam edirik. İndi baxırıq buna. Bir, bərabəryanlı üçbucaqda təpədən oturacağı çəkilmiş hündürlük həm median, həm də tənböləndir. Uşaqlar, deməli, əgər bir üçbucaq bərabər yanlıdırsa, onda təpədən oturacağı çəkdiyimiz bu hündürlük özünü həm median kimi apara bilər. Median dedik ki, gedir qarşı tərəfini eləyir, yarıya bölür. Həmçinin özünü tənbölən kimi apara bilər. Çıxdığı bu A bucağını yarıya böləcək. İndi buna uyğun bir dənə misal işləyək. Deyir, ABC üçbucağında AB ilə BC bir-birinə bərabərdir. Yəni, bu üçbucaq necə üçbucaqdır? Bərabər yanlı. BK AC-yə perpendikulyardır. Uşaqlar, BK oturacağı çəkilən hündürlükdür. Buna həm median kimi, həm də tənbölən kimi baxa bilərik. Sonra AN də BC-yə perpendikulyardır. Amma bu AN-ə biz median kimi, tənbölən kimi baxa bilmərik. Niyə uşaqlar? Çünki hündürlükdür. Həmçinin belə deyil. Təpədən oturacağı çəkilmiş hündürlük deyil. Yan tərəfə çəkilmiş hündürlükdür. Tamam. B bucağı 40 dərəcədir. Uşaqlar, B bucağı 40 dərəcədirsə, onda bunların hər birinə 20-20 yazmalıyam. Tamam. AOB bucağını bizdən soruşur. AOB-ni, bax buranı soruşur. İndi istəyirəm ki, BON üçbucağına baxasınız. Diqqətiniz məndə olsun. BON. Bura 90, bura 20-dir deyə BON bucağı 70 olarmı? BON 70-dirsə, AOB-yə nə qalmalıdır? 110 dərəcə. Çatdı mı? Tamam. Davam edirik. Gəlir üçbucağın orta xətti. Üçbucağın orta xətti. Üçbucağın ixtiyari iki tərəfinin orta nöqtəsini birləşdirən düz xətt parçasına üçbucağın orta xətti deyilir. Aşağıdakı şəkildə M nöqtəsi AB tərəfinin orta nöqtəsi, N nöqtəsi də BC tərəfinin orta nöqtəsidirsə, onda bu orta nöqtələr birləşdirən M-in xəttinin adına biz nə deyəcəyik uşaqlar? Orta xətt deyəcəyik. Çatdı mı? Deməli, uşaqlarda belə bir vərdiş yaranıb. Məsəl üçün, belə bir şəkil çəkirəm. Bunu çəkirəm.
Burada yazıram, tutaq ki 12. Yəni həmin dəqiqə şərtinə falan fikir vermədən bura yazılar 6. Gəlin görək bu xətt orta xəttirmi? Əvvəlcə bunu araşdırmalısınız. Bu xəttin orta xətt olması üçün hansı şərt ödənməlidir? Yan tərəflərin orta nöqtələrini birləşdirməlidir. Əgər məsələnin şərtində bu verilmirsə, bu xəttə biz orta xətt kimi baxa bilmərik. Çatdım uşaqlar? Çox xahiş edirəm, ehtiyatlı olun. İndi davam eləyək. Bir üçbucağın orta xətti oturacağa paralel olub onun yarısına bərabərdir. Uşaqlar, M-in əgər orta xəttirsə, yəni M AB-nin, N də BC-nin orta nöqtəsidirsə, onda bu orta xəttdir. Onda bu orta xətt nəyə paralel olacaq? Oturacağa, AC-yə. M-in ilə AC nədirlər? Paraleldirlər. Və M-in uzunluğu paralel olduğu tərəfin yarısına bərabərdir. Yəni M-in bərabərdir, AC bölünsün 2. Bir dənə misal işləyək bundan uyğun. Misal 28. Üçbucağın orta xətti B, oturacağı A və A üstəgəl B 15-dir. A-nı soruşur məndən. Deməli uşaqlar, ilk öncə, əgər B orta xəttirsə, B bərabərdirmi A bölünsün 2-yə? Və yaxud A nəyə bərabərdir? 2 dənə B-yə. Bax, bu A-nın yerinə elə bir ki, 2B yazmışam. İndi, məsələnin şərtində A ilə B-nin toplamını 15 veriblər. Yazıram onda 2B üstəgəlsin B 15. 3B'miz 15. B'dən neçə tapıldı? 5. Onda A neçəymiş? A 2B'də axı. 2 vur 5-dən cavabımız olacaq. Öyrənə bildik? Tamam. Bir dənə də sualımız var, gəlin buna da baxaq. Misal 29. Deyir, üçbucağın orta xətti oturacağından 12 cm kiçikdir. Orta xətti ilə oturacağının cəmini tapın. Deməli, belə bir iş görəcəyik uşaqlar. Bir dənə üçbucaq çəkirəm. Və bunun orta xəttini çəkirəm. Mən hardan bilim ki, bu çəkdiyim orta xəttdir? Mütləq bunları qeyd eləməz. Bax, burayla buranı, burayla da buranı həmişə bərabər yazın. Bax, necə ki, bayaq danışdıq ki, buradan çəkilən xətt əgər tənböləndirsə, mütləq bu qeyd olunmalıdır. Mediandırsa, burayla bura bərabər olmalıdır. Hündürlüksə, mütləq bu qeyd olunmalıdır. Orta xətdirsə, yanların bərabər bölündüyü mütləq qeyd olunmalıdır. İndi, mən bura x demiş olsam, onda bura 2x yazmalıyam mı? Buna vərdiş eləyək. İndi deyir ki, orta xətti, yəni x, oturacağından, yəni nədən? 2x-dən 12 cm kiçikdir. X bərabərdir. 2x çıxılsın 12. 2x-i keçirdim bu üzə. Mənfi x, mənfi 12. X nə tapıldı? 12. Orta xəttimiz demək ki 12 imiş. Oturacağımız nə qədərmiş onda? 24. Məndən də soruşur bu ikisinin cəmini. 12 üstəgəl 24-dən cavabımız oldu nə qədər? 36. Çatdı mı aşağılar? Çatdı. Davam edirik. İndi gəlin belə bir şeyə baxaq. Deyir, üçbucaqda bir orta xəttin ayırdığı kiçik üçbucağın perimetri böyük üçbucağın perimetrinin yarısına bərabərdir. Gəlin tərcüməsini deyim. Əgər ABC üçbucağında MN orta xəttirsə, onda bu MN-in ayırdığı kiçik üçbucağın perimetri, yəni nəyin perimetri? MBN üçbucağının perimetri böyük üçbucağın perimetrinin yarısına bərabərdir. İstəyirsinizsə göstərək uşaqlar. Elə ki, bir növ ispat eləyək. Məsəl üçün, bura x-dirsə, burada x deməliyəmmi? Dedi axı, M orta nöqtədir. Həmçinin, bura y-dirsə, burada y olmalıdırmı? Mən M-ə z desəm özümdən, onda AC nə qədər olmalıdır? 2 dənə z. İndi sual verirəm sizə. Perimetr MBN nə qədərdir aşağılar? X, Y, Z-lə Z-in cəmidir. Düzdürmü? İndi bir dənə də sual verirəm. Perimetr ABC nə qədərdir bəs? 2x üstəgəl 2y üstəgəlinsin 2z. İndi görə bildinizmi? Həqiqətən kiçik üçbucağın perimetri böyük üçbucağın perimetrinin yarısıymış.
Hətta siz digər orta xəttləri çəksəz, bu da bax bunları da çəksəz, bunların dördünün də ayrı-ayrı perimetrləri, ümumi perimetrin nəyi olacaq? Yarısı olacaq. Həmişə yarısı. Məsələn, sual verirəm. Bu birinci üsbuzağın perimetri göstərdim ki, yarısıdır. İndi bunu göstərsəydim, ikinci üsbuzaq, yenə yarısı. Bu üçüncüsünü göstərsəydim, yenə yarısı. Hətta ortada yaranan bu dördüncü üsbuzağın perimetri də ümumi üçbuzağın perimetrinin yarısıdır. Başa düşə bilirik? Tamam. Buna aid gəlin bir dənə misal yazaq. Görün nə deyir? Deyir ki, üçbucaq ABC-də MN orta xəttdir. Uşaqlar, MN hardan bilim ki, orta xəttdir? Deməli, bura ilə buranı bərabər qeyd eləməlisiniz. Bura ilə da buranı bərabər qeyd eləməlisiniz. Mütləq bunları yazmalısınız. İndi deyir ki, AM 7-dir. AM 7-dirsə, avtomatik MB-yə də 7 yazacaqsınız. Sonra CN 8-dir. Bu 8-dirsə, B-nə də 8 yazacaqsınız. AC-miz nə qədərdir? 20. Bura 20-dirsə, onda bura 10. Çünki MN orta xəttdir. İndi BMN üçbucağının perimetrini istəyir. Bu da buranın perimetri. Perimetr MB, BMN yazaq. BMN bərabər imiş 7, 8, 10 cəminə. Bu da elədi 25. Məncə başa düşdünüz. Hətta belə də eləyə bilərdim. Böyük üçbucağın perimetrini yazardım. 2-yə bölməklə də BMN üçbucağının perimetrini tapa bilərdim. Aydın oldu? Tamam. Davam edirik. Gəlin indi baxaq bu sualımıza. Deyir ki, üçbucaq ABC-də SY bərabərdir BY. Uşaqlar, SY ilə BY bərabərdirsə, onda AY-nin adına mən nə deyəcəm? Bayaq dedik. Median. Çünki median gedir qarşı tərəfi yarıya bölür. Eyni məntiqlə AD ilə də DC bərabərdirsə, onda BD də nəymiş? Median. Median. İndi fikir verirsinizmi? Fikir verirsinizmi? Bu iki median harda kəsişib? O nöqtəsində. Onda o nöqtəsinə deyəcək ağırlıq mərkəzi. Yəni medianların kəsişmə nöqtəsi. Çatdı mı bu hissəsi? İndi uşaqlar, medianlar kəsişmə nöqtəsində necə bölünürdülər? Bir şey də vurğulayaq uşaqlar. Baxın, Y orta nöqtədir, D də orta nöqtədir. Onda DY xəttinin adı nədir? Buna da deyəcəyik orta xətt. AY 13 verilib. Uşaqlar, medianlar kəsişmə nöqtəsində necə bölünür dedik? Təpədən başlayaraq 2-nin 1-ə nisbətində. Yəni, AO hissəsi 2K-dırsa, OY hissəsinə nə deyəcəksiniz? K. Nəticədə 3K bərabərdir 13. Onda K özü nəyə bərabər oldu? 13 böl 3. Başa düşdünüz də? Bu AY bərabərdir 13-ə görə yazdım. AY bərabər 13-ə görə. İndi BD-ni nə qədər verib aşağılar? 8. İndi BD-miz də yenə O nöqtəsində təpədən başlayaraq 2-1 nisbətində bölünür. Amma buna 2KK demək olmaz. 2M ilə M deyək. Yazacam onda 3M bərabərdir 8. M özü nə qədər oldu? 8 bölünsün 3. AB-ni 10 verib. Uşaqlar dedi axı DY orta xətti. Orta xətt olma səbəbini də göstərdim sizə. Çünki orta nöqtələr birləşdirib. Onda DY-nin özü olacaq 5. Bizdən istəyir OYD üçbucağının perimetrini. OYD üçbucağını ştrixləsəm. İndi sual verirəm. Perimetr OYD nələrin toplamıdır? M üstəgəl K üstəgəl 5. M-in yerinə yazaq 8 bölə 3. K-nın yerinə yazaq 13 bölə 3. Üstəgəl 5. Bu ikisinin cəmi 3-də 21 eləyir. Düz dedim mi? Bu da bura. 3-də 21. Bu elədi 7. Üstünə də 5 gələndə davamı sən demə 12 imiş. Çox maraqlı sualdır. D-yə niyə orta xətt oldu? Y orta nöqtə, D də orta nöqtə. Bayaqdan da danışırıq ki, iki orta nöqtəni birləşdirən xətt orta xəttdir. Çatdı? Tamam.
Uşaqlar, sualınız yoxdursa davam edək. Nəyi? Bura 10 idi. 10'un yarısı oldu 5. Niyə? Çünki D-yə orta xəttdir. D-yə orta xətt olma səbəbini də göstərdim. D-yə niyə orta xətt oldu Aynə xanım? Bilmədi. Bax, bayaqdan neçə dənə nümunələr göstərdim ki, məsəl üçün, sual var, deyir ki, ABC üçbucağında MN orta xəttdir. Mən hardan bilim ki, bu orta xəttdir? Bura ilə bura bərabər bölünməlidir. Bura ilə də bura. Bunun geriyə qayıtması da doğrudur da. Elə bil ki, Y buranın ortası, D də AC-nin ortasıdırsa, onda bunları birləşdirən xəttin adı olacaq orta xətt. Aydındır? Tamam. Uşaqlar, indi gəlir Fales teoremi. İndi gəlir Fales teoremi. Deyir ki, A, B, C üçü də bir-birinə paraleldirsə, bu paralel düz xətlər bir düz xət üzərində bərabər parçalar ayırırsa, onda digər düz xət üzərində də bərabər parçalar ayırmalıdır. Baxın uşaqlar, bu nədir? Əgər ABC bir-birlərinə paraleldirsə və bu paralellər P düz xəttinin üzərində bərabər parçalar ayırıbdırsa, yəni AB ilə BC bərabərdirsə, onda Q düz xəttinin üzərində də bərabər parçalar ayıracaqlar. Yəni MN ilə də NK bir-birinə bərabər olacaq. Ev tapşırığında belə bir dənə sualımız var. Belə bir dənə xətt çəkilib. Bura A, bura B, bura C, burada D'dir. Deyir ki, bunların dördü də bir-biri ilə paraleldir. Tutaq ki, bu M xəttidir, bu da N xəttidir. Belə verib, buranı 5 verib, buranı X, buranı 5 verib. Bura 6'dır, bura 6'dır, burada Y-dir. Və mənə deyir ki, X dəyəli Y cəmi nə qədərdir? Cavab olacaq 11. Çünki bunların dördü də bir-birinə paraleldir, düzdürmü? Dördü də bir-birinə paraleldirsə, onda M düz xətti üzərində bərabər parçalar ayıracaqsa, N düz xəttinin üzərində də bərabər parçalar ayırmalıdır. Yəni, X-in qiyməti neçəymiş sən demə? 5. Y-in qiyməti neçəymiş? 6. Onda 5 üstəgəlsin 6-dan cavabımız tapılacaq 11. Aydın oldu mu? Tamam. İndi baxırıq bərabər yanlı üçbucağa. Gəlin növ-növ baxaq uşaqlar, ayrı-ayrılıqda. Tərif. İki tərəfi bərabər olan üçbucağa bərabər yanlı üçbucaq deyilir. Bərabər olan tərəflərə deyəcək üçbucağın yan tərəfləri, digər tərəfə isə nə deyəcək uşaqlar? Oturacaq deyəcək. Məsəl üçün, verilmiş bu şəkildə ABC bərabər yanlı üçbucaqdır. Onda belə çıxır ki, AB ilə AC bir-birinə bərabər olmalıdır və adı nədir bunların? Yan tərəflər. BC isə adlanır nə? Oturacaq. Bəs buradakı bu alfalar? Oturacağa bitişik bucaqlar. Deyəcəm olsa birazdan. İndi gəlin belə bir dənə misalımıza baxaq. Deyir ki, bərabər yanlı üçbucağın perimetri 60'dır. Əgər yan tərəf oturacaqdan 3 cm böyük olarsa, oturacağın uzunluğunu tapın. Bir dənə bərabər yanlı üçbucaq çəkək. Bir dənə bərabər yanlı üçbucaq çəkək. Hardan bilim ki, bu bərabər yanlıdır? Yanlara gərək bərabərlər qoyaq. İndi, perimetri 60'dır. Deyir, yan tərəf oturacaqdan 3 cm böyükdür. Mən əgər oturacağa X desəm, onda yan tərəflər nə qədər olmalıdır uşaqlar? X üstəgəl 3, X üstəgəl 3. İndi, bunun hamısının toplamı X üstəgəl 3, X üstəgəl 3, üstəgəl X bərabərdir 60. 3X üstəgəlinsin 6 bərabər oldu 60. 3X'imiz tapıldı 54. Bu halda X'imiz nə qədər imiş? 18. Deməli, oturacağı soruşsa cavab 18. Yan tərəfləri soruşsa cavabımız nə olacaq aşağılar? 21. Problemimiz var mı? Xeyr. Bizdən nə istəyirdi? Oturacağı istəyirdi. Cavab oldu 18. Sonra keçirəm ikinci misalımıza. Deyir, bərabər yanlı üçbucağın yan tərəfinə paralel olan orta xətti 4'dür. Baxın bura. Bir dənə bərabər yanlı üçbucaq çəkirəm.
Hardan bilim ki, bərabər yanlıdır? Bunları qoymaqla. İndi yan tərəfə paralel olan orta xətt. Onda bax bunu çəkməlisiniz. Yaxşı çəkmədim. Bax bu. Əgər bu orta xətt 4-dürsə, onda bu paralel olduğu tərəf 8. Bərabər yanlı üçbucaqdır deyə burada olacaq 8. İndi perimetrdə 25 verib. Gəlin oturacaq x deyək. 8 üstə gəl 8 üstə gəlsin x bərabərdir 25. 16 üstə gəl x 25'dir deyə x'imiz nə tapıldı? 9. Oturacağını soruşurdu. Cavabımız oldu 9. Çatdı mı bu da? Çox sadə. Davam edirik. Misal 3'ə baxırıq. Deyir ki, tərəfləri 5 və 12 olan bərabər yanlı üçbucağın perimetrini tapın. Uşaqlar, bir dənə üçbucaq çəkirəm. Bir dənə üçbucaq çəkirəm. Hətta bundan birini də çəkirəm. İndi, bura 5, bura 5, bura 12 ola bilər. Bu bunun bir halı. İkinci bir halda 12, 12, 5 ola bilər. İndi uşaqlar, burada bir problem var. O problemi görməlisiniz. Birinci üçbucaq, bir dəqiqə. Birinci üçbucaq kimi mövcud deyil. Səbəb nədir? Çünki bu 5 ilə bu 5'in cəmi bu 12'dən böyük olmalıydı. Hatırlayırsınızmı? İxtiyari tərəf digər iki tərəfin cəmindən kiçik, fərqindən də böyük olmalıdır. Demək ki, belə bir üçbucağımız yox imiş. Çatdı mı? Bəs bu? Bu mümkündür. Onda perimetrini istəyir bizdən 12, 12, 5 cəmini tapaq. Cavabımız nə qədər oldu? 29. Aydındır mı uşaqlar? Tamam. Sonra davam edirik. Belə bir qeydimizə baxaq. Deyir ki, bərabər yanlı üçbucaqda oturacağa bitişik bucaqlar bir-birinə bərabərdir. Nələrdir uşaqlar oturacağı bitişik bucaqlar? B bucağı, bir də C bucağı. Həqiqətən bir-birlərinə bərabərdir. Və buradakı A bucağına isə nə deyəcəksiniz uşaqlar? Təpə bucağı. Təpə bucağı. Oturacağı bitişik bucaqlar oturacaqda olur. Təpə bucağı isə yuxarıda olur. İndi dördüncü misalımıza baxırıq. Deyir, bərabər yanlı üçbucağın təpə bucağı 64 dərəcədir. Bir dənə bərabər yanlı üçbucaq çəkək. Qulaq asırsınız. Təpə bucaq olsun yuxarıdakı 64. Bərabər yanlıdır. Onda mən buralara alfa deməliyəmmi? Yazıram ki, 64 dərəcə üstə gəl alfa bərabərdir 180. 2 alfamız 180 64 çıxanda 116 dərəcə. Onda alfamız oldu 58. Aydındır? Tamam. Davam edirik. Baxırıq bu sualımıza. Deyir ki, AB ilə CD paraleldir. AC isə kəsəndir. AD isə BAC bucağının tənböləni olub, CD düz xətti ilə 65 dərəcə bucağı əmələ gətirir. ACD bucağını soruşur. Bax, bizdən buranı soruşur. İndi, diqqətiniz məndə olsun uşaqlar. Orada bir cümlə dedi. Dedi ki, AD BAC-nin tənbölənidir. AD, baxın bu, bax bu, BAC bucağının tənbölənidir. Əvvəlcə belə bir şey deyək. Bura 65-dirsə, daxili çarpaza görə burada 65 demək olarmı? İndi, AD tənbölən də deyirəm axı. Onda bunun digər hissəsi də nə olacaq? 65. İndi sual verirəm. ACD necə üçbucaq oldu? Bərabər yanlı. 65 65'ə görə. Demək ki, CD ilə AC bir-birinə bərabər imiş. İndi bunların toplamı alfa üstə gəl 65 üstə gəl 65 180 eləməlidir. Onda alfamız olacaq 50 dərəcə. Məncə başa düşdünüz. Tamam. Davam edirik. Belə bir suala baxaq. Deyir, bərabər yanlı ABC üçbucağında AB ilə BC bərabərdir. Şuralar bərabər yanlıdır. Bura ilə bura bir-birinə bərabərdir. AD tənböləndir, CAD 25'dir.
Uşaqlar, CAD 25-dir. AD isə tənböləndir. Onda bunun yuxarı hissəsi də 25 olarmı? Bütöv A bucağı nə qədər oldu? 50. Demək ki, C bucağı da olmalıdır 50. İndi burada 50, burada 50-dirsə, bu yuxarıya qalacaq 80 dərəcə. Bizdə nə istəyir? Bəli, cavabımız oldu 80. Çatırmı? Tamam. Davam edirik. İndi gəlin yenə eyni tipli bir suala baxaq. Deyir ki, oturacağı 8, AC bərabər 8, olan ABC bərabər yanlı üçbucağının, AC oturacaqdırsa, onda AB ilə BC bərabər olmalıdır da, yan tərəflər. AD tənböləni çəkilmişdir. C 72-dirsə, AD ilə BD cəmini tapın. Uşaqlar, C'miz 72-dirsə, onda bütöv A bucağı da 70 olmazmı? Və AD tənböləndir deyə bura yazacağım 36, bura yazacağım 36. İndi istəyirəm ki, AD C üçbucağına baxasınız. Baxın görün, AD C. Bura 36, bura 72-dirsə, mən bu D'yə də 70-i taparam mı? Necə tapdım? 36 ilə 70-ini topladım, 108, 180-dən çıxdım. İndi yeni bir sual gəlir sizə. ADC necə üçbucaq oldu? Bərabər yanlı. 70-i 70-yə görə. Demək ki, AD'miz də nə qədər imiş? 8. Birinci bunu yazdım. İndi istəyirəm ki, böyük üçbucağa baxaq. Böyük üçbucaqda bura 70-i, bura 70-idirsə, onda bu B bucağına nə qədər qalar? 36. Həmçinin bu D bucağını da tapa bilərəm. Nə qədərdir burada? 108. Ya 70-nin qonşusu kimi, ya da 36 ilə 36 70 eləyir. 180-dən çıxdım, tapdım 108. İndi növbəti bir sual. ABD necə üçbucaq oldu? O da bərabər yanlı. Nələrə görə? 36, 36-ya görə. Demək ki, BD də 8 imiş. Məndən də istəyirdi AD üstəgəl BD cəmini. 8, 8 cəmi cavab oldu 16. Çatdı mı? Tamam. AD ilə BD bərabər oldu. Nədir? DC-yə 8 deyə bilmərik. 8 deyil. 70-i 70-i 36-dırsa, mən DC-yə də 8 yazmış olsam, bu bərabər tərəfli üçbucaq olmalıdır. O da mümkün deyil. Davam edirik. Uşaqlar, bu cümləni bayaqlarda işlətmişdiksə, nə dedik? Dedik ki, bərabər yanlı üçbucaqda təpədən oturacağı çəkilmiş hündürlük həm median, həm də nədir? Tənböləndir. Demək ki, bura alfa, alfa, bu BH ilə HC bərabərdir. H bucağı isə 90 dərəcədir. İndi buna uyğun gəlin bir dənə misal yazaq. Deyir ki, bərabər yanlı üçbucağın yan tərəfi 10-dur. Bir dənə bərabər yanlı üçbucaq çəkərəm. Yan tərəfə nə yazıram? 10. Uşaqlar, bir dənə mi yan tərəfi var? Deməli, digərinə də nə yazmalıyam? 10. Oturacağa çəkilmiş medianın uzunluğu 8-dir. Oturacağa median çəkirəm. Uşaqlar, çəkdiyim bu median həm hündürlük, həm də tənböləndir dedik axı qaydada. Və uzunluğu nə qədərdir deyir? 8. Burada x, burada x yazıram. İndi, bu birinci üçbucağa baxın uşaqlar. Birinci üçbucaqda Fagor teoreminə görə x kvadrat üstəgəl 8-in kvadratı 10-un kvadratıdır. X-in kvadratı 100 çıxılsın 64, 36. Onda x-imiz nə qədər oldu? 6. Mən bura 6, burada 6 yazıramsa, onda bütöv oturacağın uzunluğu nə qədər olar? 12. Bizdən də elə bunu istəyirdi. Başa düşdünüzmü? Tamam. Növbəti qaydamız gəlir. Deməli, qaydamız belədir uşaqlar. Deyir ki, bərabər yanlı üçbucağın oturacağı üzərində götürmüş nöqtədən, baxın, bərabər yanlı üçbucaqdır. Oturacaq üzərində götürmüş nöqtədən yan tərəfə çəkilən bu perpendikulyarların cəmi oturacaqdan yan tərəfə çəkilən hündürlüyə bərabərdir. Yəni, x üstəgəlsin y nəyə bərabərdir uşaqlar? H-a bərabərdir.
bunun isbatı sahələrdən gəlir. Yəni izah eləsəm hal-hazırda başa düşməyəcəksiniz. Ona görə müvəqqəti hələ ki qəbul eləyək ki, oturacaqda götürmüş nöqtədən yan tərəflərə perpendikulyarlar çəkmişiksə, onda bu perpendikulyarların cəmi oturacaqdan yan tərəfə çəkilən hündürlüyə bərabərdir. Müvəqqəti düsturunu əzbər bilək. Fiqurların sahəsini keçəndə səbəbini göstərəcəm sizə. Hələ ki göstərə bilmirəm. İndi baxaq bura. Bərabər yanlı üçbucağın oturacağı üzərində götürmüş nöqtədən, uşaqlar şəklini çəkirəm. Bərabər yanlı üçbucaq çəkdim. Oturacaq üzərində götürmüş bax bu nöqtədən yan tərəflərə qədər məsafələr 7 və 8-dir. Yəni buradan birinə qədər məsafə 7-dir. Digərinə qədər məsafə 8-dir. İndi mənə deyir ki, oturacaqdakı təpədən yan tərəfə çəkilən hündürlük nə qədərdir? Düsturumuz dedi ki, bax bu hündürlük bu 8 ilə 7-nin cəmidir. Cavabımız nə oldu aşağılar? 15. Düsturu bilirəm deyə çox rahat yazdım. Düsturu bilməsəydim gərək sahələrdən gedərdik. O da ki, biraz vaxt aparanlar. İndi gəlin buna baxaq. Deyir ki, görün nə deyir? Bərabər yanlı üçbucağın oturacağı üzərində götürmüş nöqtədən yan tərəflərə çəkilmiş paralellərin cəmi yan tərəfə bərabərdir. Uşaqlar, maraqlıdırsa bunun isbatını verə bilərəm. Çünki bunun haqqında danışmışıq. İlk öncə nəyə fikir verək? Baxın, bu xət, bu uzunluğu x olan xət, bu yan tərəfə paraleldirsə, şərtdə deyib, baxın, paraleldir. Onda, bura alfadırsa, mən bunun bu hissəsinə də alfa yaza bilərəm. Adı nədir ki bu bucaqların? Uyğun bucaqlar. İndi, nəticədə burada bir dənə nə yarandı? Bax, bu balaca. Yaxşı deyin? Bərabər yanlı. Alfa bərabərdirsə, bura x olduğundan burada x deyəcək. Çatdı mı? Həmçinin uşaqlar, İstəyirəm bu fiqura baxasınız. Bu fiqur necə fiqurdur? Adına nə deyirlər bunun? Parallelogram. Parallelogramda qarşı tərəflər bir-birinə bərabərdir. Yəni, bura y-dirsə, bunun bu qarşısında duran tərəf də buradan bura qədər olan, bax, buradan bura qədər olan. Bu da elə nə olacaq? Y. Nəticədə bu y ilə x-in toplamı bizə nəyi verəcək? Bütöv yan tərəf. İsbat elədik ki, həqiqətən də o paralellərin cəmi elə nəyə bərabər imiş? Yan tərəfə bərabər imiş. Çatdı mı danışdıqlarım? Tamam. İndi gəlin buna aid bir dənə misal yazaq. Görün nə deyir? Deyir ki, bərabər yanlı üçbucağın oturacağı üzərində götürmüş nöqtədən bir dənə bərabər yanlı üçbucaq çəkdim. Oturacağı üzərində götürmüş nöqtədən yan tərəflərə çəkilmiş paralellər 5 və 8-dir. Bax, buradan bura çəkdiyim paralel 5. Bu da olsun nə? 8. Bu üçbucağın oturacağı 15 olarsa, onun perimetrini tapın. Uşaqlar, bilirəm ki, bu yan tərəflər AA deyək adına. Bu A, bayaq göstərdiyimiz qaydaya görə bu 8 ilə 5-in cəmi olmalı deyilmi? 13. Burada yazdım 13. Burada yazdım 13. Oturacaqda 15'dir. Şimdi perimetrini tapın. 13 üstə gəl 13, üstə gəlsin 15. Cavabımız oldu 41. Tam çatdı mı? Çatdı. Davam edirik. Növbəti görün nə gəlir uşaqlar. Deyir ki, bərabər yanlı üçbucağın bucaqları 30-30-120 olarsa, onda bu bucaqların qarşı tərəfləri uyğun olaraq A köşdə 3 olar. Belə bir qayda yadımızda qalsın. Bucaqlar 30-30-120-dirsə, yan tərəflər A, oturacaq isə nə qədər olmalıdır? A kök altında 3. Bəs bunun isbatı hardan gəlir? İki cür isbat deyə bilərəm uşaqlar. Biri, deməli, kosinuslar terimidir. Bunu siz hələ eşitməmsiniz, görməmsiniz. Biri kosinuslar terimidir. Biri də belə bir üsuldur uşaqlar. Buradan bir dənə hündürlük çəksəm, bu necə üçbucaqdır? Bərabər yanlı üçbucaq. Bərabər yanlı üçbucaqda çəkdiyim bu hündürlük həm də nə olurdu dedim? Tən bölən. Ona görə bura nə yazacağım? 60-60. İndi uşaqlar, 90'ın qarşısı A olanda, bunu məncə eşitmişsiniz. 30 dərəcənin qarşısı nə olurdu? A bölünsün 2.
Bəs 60-ın qarşısı nə olurdu? 30-un qarşısındakının kökdə 3 misli. Bir də deyirəm. 30-un qarşısı A bölü 2-dirsə, 60-ın qarşısı 30-un qarşısındakının kökdə 3 mislidir. Yəni, A kökdə 3 bölü 2-dir. Bunun digər tərəfi də A kökdə 3 bölü 2-dir. Onda bu A kökdə 3 bölü 2 ilə A kökdə 3 bölü 2-ni toplasam, mənə nə verəcək? A kök altda 3 verəcək. İsbatı budur. Əgər yadınızdan çıxıbsa, belə yazmalısınız. İndi, gəlin 11-ci misalımıza baxaq. Deyir ki, bərabər yanlı üç bucağın oturacağına bitişik bucağı 30 dərəcədir. Baxın, bir dənə bərabər yanlı üç bucaq çəkirəm. Oturacağa bitişik bucaq 30 dərəcə, onda digərinə də 30 dərəcə deməlisiniz. Bunlar bir-birlərinə bərabərdir. Yan tərəfdə 5-dir. Yanlara mən 5-5 yazıramsa, onda bunun bu yuxarısı 120 olur mu aşağılar? Bəs bura nə qədər olacaq dedik? Oturacağı istəyir. Cavab 5-3-də 3. Niyə belə rahat yaza bildim? Çünki qaydanı artıq bilirəm. Çatdı? Sonra gəlin baxaq misal 12-yə. Misal 12. Deyir ki, oturacağı 18 olan bərabər yanlı üç bucağın təpə bucağı 120 dərəcədir. Neyniyək aşağılar? Bir dəqiqə şəklini çəkək, görək nəyə nə yazmalıyıq. Bir dənə bərabər yanlı üç bucaq çəkirəm. Təpə bucaq 120-dirsə, bax bura 120-dirsə, buralara 30-30 qalır. Artıq bilirikmi bunu? Bilirik. 30-30-123 bucağında yanlar A, A-dırsa, bura nə olurdu? A kökdə 3. Bəs oturacaq neçə deyib? Demək ki, A kökdə 3 bərabərdir 18-dən. Biz nəyi tapmalıyıq? A-nı. A da bərabər olar. 18 bölünsün kökdə 3. İndi uşaqlar, bunu irrasionaldan azad eləyək. Belə bir şey eşitmişsiniz. Sürət və məxrəc. Məxrəcin qoşmasına vurulur. 18 də kökdə 3-ə vurulur. Kökdə 3 də kökdə 3-ə vurulur. Kökdə 3-ü kökdə 3-ə vuranda kökdə 9 eləyir. Kökdə 9-dan 3 çıxır. Deməli, 18 vur kökdə 3 bölə 3. Bundan da bu getdi 6. Cavabımız nə oldu aşağılar? 6 kök altında 3. Siz Allah başa düşdünüz. Tamam, inandım sizə. Davam edirik. Görün nə gəlir. Deyir ki, bərabər yanlı üç bucaqda AB bərabər AC, o da bərabərdir A. AD təpədən oturacağı çəkilmiş ixtiyari parçadır. Uşaqlar, nə tənbölən deyil, nə median deyil, nə hündürlük deyil. İxtiyari bir dənə xətti çəkmişik. İndi BD M, DC N, AD isə X olarsa, onda AD parçasının uzunluğunu tapmaq üçün X-in kvadratı bərabərdir A kvadrat sxemen düsturuna görə deməli tapacaqsınız. Bayaqlar sizə tənbölənin düsturunu öyrəndik uşaqlar, keçdik. Bax, belə bir şey dedik. Dedik ki, bu tənböləndirsə, bura alfa, alfa, bura A, bura B, bura M, bura N'dir. Tənbölənin düsturu belə idi. T'nin kvadratı bərabər idi. Yanların hasili, yəni A vurulsun B, çıxılsın oturacaqdakı hissələrin hasili. Düsturu buydu. Tənbölənin düsturu buydu. İndi, əgər X ixtiyari parçadırsa, onda yazacaqsınız ki, X-in kvadratı bərabərdir. Bu yalnız bərabər yanlı üçbucaqda keçərlidir. Yenə uşaqlar, yanların hasilidir. Sadəcə olaraq hər ikisi A olduğuna görə yaranır burada A kvadrat. Çıxılsın, oturacaq da nədir? Emin. Uşaqlar, bu düsturun adına belə bir düstur deyəcəm. Mən sizdən soruşanda deyin. Düsturun adı budur. Stuart teoreminin nəticəsi. Düsturun adına nə dedik? Stuart teoreminin nəticəsi. Yadda qalarmı? Bərabər yanlı üç bucaqda təpədən oturacağı ixtiyari çəkilmiş xəttin uzunluğu bax bu düsturla tapılacaq. Gəlin misal yazaq. Misal 13. Deyir ki, yan tərəfi 13 olan bərabər yanlı üç bucağın, bir dənə bərabər yanlı üç bucaq çəkin. Yan tərəf nə qədər deyir? 13 bərabər yanlıdır.
təpədən oturacağına çəkilmiş ixtiyari parçası, bax buradan ixtiyaridən parça çəkmişəm. Oturacağı 12 və 4 santimetrlik hissələrə bölür. Bir hissəsi 12, bir hissəsi də nədir? 4-dür. Təpədən oturacağı çəkilmiş parçanın uzunluğunu tapın. Bax bu x-i bizdən soruşur. Deməli, düstur dedi ki, x-in kvadratı bərabərdir. Yanların hasili, yəni 13 vur 13, 13-ün kvadratı çıxılsın. Oturacaqdakı hissələrin hasili 169-dan 48 çıxanda qalır 121. X-imiz nə qədər oldu? 11. Başa düşdünüzmü? Onsuz da başa düşəcəksiniz. Düsturda hər şeyi yerinə qoydum. Yəni qeyri-adi bir iş görmədik. İndi uşaqlar, bu düstura etibar yoxdur. Bu düstura etibar yoxdur. Mən silirəm bunu. Yox, yazsan düz götürəcəklər. Var belə bir düstur. Amma yadda qalmayacaq. Ona görə deyirəm. Nə edəcəyik uşaqlar? Bərabər yanlı üçbucaqda testlərin demək olar ki, əksəriyyəti oturacağa hündürlük çəkilmə ilə həll olunur. Cümləni bir də deyim mi? Cümləni deyim, yaşayın uşaqlar. Bərabər yanlı üçbucaqda testlərin əksəriyyəti oturacağa hündürlük çəkməklə həll olunur. Bu hündürlüyü çəkdim. Bunun ümumisi nə qədərdir uşaqlar? 16. Mən bu hündürlüyü çəkəndə necə bölünmə oldu? 8 8-ə bölünəcək də. İndi bütün bu 12-nin 8-i buradadırsa, onda bu balaca hissəyə 4 qalarmı? Həqiqətən də bu tərəfdə də 4 var. Gördünüz mü? 8 8 bölünür. İndi istəyirəm ki, birinci bu çəkdiyim hündürlüyü tapım. Hansı üçbucağa görə tapım? Bu da bax, adına deyirəm birinci üçbucaq. Nə yazacağam? 8-in kvadratı üstə gəl, h-ın kvadratı bərabər 13-ün kvadratı. H-ın kvadratı bərabərdir. 169 çıxılsın 64. Bu nə qədər elədi? 105. Onda h-ın özü kök altında 105. İndi uşaqlar, bu üçbucağın adına ikinci üçbucaq deyirəm. Və istəyirəm ki, bu üçbucağa baxasınız. Bu üçbucaq necə üçbucaqdır? Bu da düzbucaqlı üçbucaq. Demək ki, buna da Pifaqor tətbiq eləyə bilərəm. Tətbiq eləyək. H-ın kvadratı üstə gəl, 4-ün kvadratı bərabərdir nəyə? X-in kvadratına. Uşaqlar, H-ın yerinə köşdə 105 qoysaq, kvadratı 105. Üstə gəl 16 bərabər X kvadratı. X-in kvadratı 121. X-imiz oldu 11. Mənə görə bu ikinci usul daha doğmadır. Daha əzizdir, daha başa düşüləndir. Dediyim kimi, o düstur müvəqqəti sizin yadınızda qalacaq. Aydın olur mu inşallah? Tamam. Davam edirik. Davam edirik. Uşaqlar, indi gəlir bərabər tərəfli üçbucaq. Adından da göründüyü kimi, bütün tərəfləri bərabər olan üçbucağa nə deyəcəyik? Bərabər tərəfli üçbucaq. Fikir verirsinizmi? 3 tərəfin üçü də bir-birinə, 3 tərəfin üçü də bir-birinə bərabərdir. İndi uşaqlar, perimetr necə taparam? 3 tərəfində toplamaqla. A üstə gəl, A üstə gəl, A. Demək ki, perimetr nəyə bərabər imiş? 3A-ya. Misal 14. Tərəfi 12 olan bərabər tərəfli üçbucağın perimetri. 3 vur 12-dən cavab nə olacaq? 36. Amma siz yenə də, bilirəm ki, sizdən xahiş eləsəm yerinə yetirərsiniz. Şəkil çəkin, bütün tərəflərini 12 qoyun. Nə qədər əziyyətli olsa da, əslində əziyyətli bir şey yoxdur. Başa düşmək üçün. Bunların üçünü də topladım. Cavabım nə oldu? 36. Sonra keçirik digər sualımıza. Bir perimetri 60 olan bərabər tərəfli üçbucağın tərəfini tapın. Bir dənə üçbucaq çəkdim. Üçü də bir-birinə bərabərdir. A, A, A. Onda 3A bərabərdir 60. A özü nəyə bərabər oldu? 20-yə. Tərəfin soruşurdu. Cavab oldu 20. Davam edirik aşağılar. İndi gəlir. Bərabər tərəfli üçbucağın bir daxili bucağı neçə dərəcədir? 60. Sizcə xarici bucağı neçə dərəcə olar? 120. Tamam. Bəs bu 60 necə tapılıb? 180-i 3-ə bölməklə. Tamam. İndi bir dənə də misal yazaq. Deyir ki, bərabər tərəfli ABC üçbucağında,
Uşaqlar, bu üçbucaq necə üçbucaqymış? Bərabər tərəfli. Deməli, bizə bir siqnal gəlməlidir ki, hər bir daxili bucaq 60 dərəcədir. SAN 25 dərəcədir. Bax, bura mən 25 yazıram. Dedim, axı bütöv 60'dır. Aşağı qaldı 35. Sonra SBM 40'dır. Buna da 60 demişdim bütövünə. Onda aşağı qalanı 20. İndi istəyirəm ki, bax bu bucağı təyin eləsiniz mənim üçün. 35 ilə 20, 55. 180'dən çıxanda 125. Amma bizdən NDB bucağını istəyir. 125'in qonşusu cavab oldu 55. Sadəymiş? Sadəymiş. Davam edirik. İndi gəlir. Deyir ki, bərabər tərəfli üçbucağın iki medianı, iki tənböləni, iki hündürlüyü arasında qalan iti bucağı tapın. Uşaqlar, deməli, videonun əvvəlində də belə bir cümlə işlətdim sizə ki, əgər bir üçbucağın iki dənə tənbölənini çəkəcəksinizsə, oturacaqdan yanlara çəkin. Bir tənbölən çəkəcəksinizsə, təpədən oturacağı çəkin. İndi, burada iki tənbölən çəkməliyəmsə və yaxud iki median, iki hündürlük çəkməliyəmsə, şəklimizin səliqəli alınması üçün nə tövsiyə edimsə, oturacaqdan yanlara çəkin bunları. İndi, bərabər tərəfli üçbucaqdır və mən hündürlük çəkmişəm və yaxud median və yaxud tənbölən. Onda bunlar bərabər bölünməlidir maşallah. 30-30. Onda bu da yenə bərabər bölünəcək. 30-30. Axı bütöv 60 idi. Onda bura nə qədər olar? Aşağıdakı üçbucağa baxın. 30-30. Bura 120. Onda bunun bu qonşusu olacaq 60. İndi bu iki median, iki tənbölən, iki hündürlük arasındakı iti bucağı soruşsa cavab 60. Kör bucağı soruşsa cavab olacaq 120. Aydın oldu mu? Oldu. Davam edirik. Davam edirik. Deməli, yazmışıq ki, bərabər tərəfli üçbucağın bütün medianları, hündürlükləri və tənbölənləri bir-birinə bərabərdir. Və tapılması düsturda budur uşaqlar. A köşdə 3 bölünsün 2. Yenə eyni şey deyim sizə. Düstura etibar varmı? Həqiqətən yoxdur uşaqlar. Gəlin belə bir iş görək. Bu düsturun alınmasını sizə izah edeyim. Deməli, bərabər tərəfli üçbucaqdır. Bunların hamısı nədir? A-dır. Uşaqlar, mən buradan hündürlük çəkəndə, bu həm median, həm də nə oldu dedik bayaqlar? Tənbölən. Uşaqlar, 60 dərəcədirsə necə bölünəcək? 30-30. Bütövü A-dırsa, median kimi aparıraq özünü. Onda bura nə yazmalıyam? A bölü 2, A bölü 2. Bu arada buralar da nədir demişik? 60-60. İndi çox diqqətlə qulaq asın bu hissəsinə. Mənim nəyə ehtiyacım var? Ya hündürlüyə, ya tənbölənə, ya mediana. Üçü də olsa bir-birinə bərabərdir. Uşaqlar, istəyirəm ki, birinci bax bu üçbucağa baxasınız. 30'un qarşısı A bölü 2'dirsə, 30'un qarşısı A bölü 2'dirsə, bayaqlarda danışdıq. 60'ın qarşısı nə olurdu? Köşdə 3 qatı. 30'un qarşısındakının köşdə 3 qatı. Demək ki, hündürlüyümüz A bölü 2'nin nəymiş? Köşdə 3 qatı. Bu da elə həmin düsturu verdi də bizə uşaqlar. A köşdə 3 bölü 2. İspat xoşunuza gəldi mi? Çalışın ki, bu üsullardan istifadə edəsiniz. Dediyim kimi, düstur müvəqqəti yadımızda qalan bir şeydir. Ona görə sizi məcbur edirəm ki, ən sadə bir şeydə belə çalışın ki, nə edəsiniz? Şəklini çəkəsiniz. Çünki şəklini çəkəndən sonra verilənləri yerinə qoyanda sualın özü avtomatik həll olunur. Oldu mu? Tamam. Davam edirik. Gəlin bir dənə misal yazaq. Təbii ki, bu misalı bir tərəf 12'dir. Hündürlüyünü, medianını, tənbölənini tapın. Bu misalı birinci düstura görə yazacağım. Bəzi uşaqlar ola bilər ki, düsturu daha çox sevdi. Tərəf 12'dir. Onda hündürlük düsturu, median düsturu, tənbölən düsturu üçü də onsuz da bir-birinə bərabərdir. Nə idi düsturumuz? A köşdə 3 bölü 2. A'nın yerinə 12 qoydum. 12 köşdə 3 bölü 2. Bu da bizə nə verdi? 6 köşdə 3. Cavab oldu 6 köşdə 3. Etibar eləyəkmi bu üsulumuza? Xeyr. Salamat yol gəlir. Çəkirəm bir dənə bərabər tərəfli üçbucaq.
Bütün tərəfləri nədir dedik? 12, 12, 12. İndi buradan mən bir dənə hündürlük çəksəm, nə baş verəcək? Bura 6 olacaq, bura 6. Buralar necə bölünəcək dedik? 30, 30. Bəs bura 60. İndi baxın, 30-un qarşısı 6, 60-ın qarşısı köşdə 3 qatı 6 kök 3. Hətta Pifaqoran da yaza bilərsiniz. Amma 30, 60, 90-ı tətbiq edə bilirsənsə, məncə Pifaqora getməyə ehtiyac yoxdur. Çünki 60 dərəcənin qarşısı 30-un qarşısının köşdə 3 qatı olur. Çatdı mı aşağılar? Tamam. Davam edirik. Baxırıq misal 19-a. Deyir ki, tənbölənin uzunluğu 18 olan bərabər tərəfli üçbucağın perimetrini tapın. Nə iş görəcəm aşağılar? Birinci yenə düstura görə. Tənbölənin uzunluğu 18-dirsə, tənbölənin düsturu nə idi? Bərabərdir 18. Hər iki tərəfi 2-yə vurdum. A köşdə 3 oldu 36. Onda A bərabər olar. 36 bölünsün köşdə 3. İrrasionallıqdan azad eləyək. Köşdə 3-ə vuraq. 36 vur köşdə 3. Köşdə 3 vur köşdə 3. Bu elədi 3. Onda bununla bu gedər 12. 12 köşdə 3. Uşaqlar, tərəf 12 köşdə 3-dür. Məndən amma perimetr istəyir. Perimetr düsturu 3 dənə A. 3 vuraq 12 kök 3. Cavabım oldu nə? 36 kök 3. Xoşuma gəlmədi. Niyə? Çünki həqiqətən sıxıcıdır. Düsturla yazırsınız. Əyləncəli bir yeri yoxdur bunun. Gəlin digərinə baxaq uşaqlar. Ən salamat yolumuz. Deyir ki, tənbölənin uzunluğu 18-dir. Uşaqlar, buradan tənbölən çəkdim. Bu nə qədərdir dedi? 18. Tənböləndir deyə nə yazın bura? 30, 30. Onda bura nə olurdu? 60. Hətta bu median ediyə bərabərdir. İndi baxın. 60-ın qarşısı 18 olanda 30-un qarşısı necə tapılsın? 18-i nəyə bölməlisiniz? Köşdə 3-ə. Əgər bura 18 böl kök 3 oldusa, onda bunun bu tərəfi də 18 böl kök 3 olacaq. Bəs bütöv tərəf nə qədər oldu? 36 bölünsün köşdə 3. Aydındır bura qədər? Bunu belə saxlayaq mı? Saxlamazlar. Nə edirəm? Sürət və məxrəci vururam məxrəcin qoşmasına. Köşdə 3 eləyir. Onda bu 3 ilə bu 36 geçsin. 12. Tərəf oldu 12 kök 3. Perimetrdə 36 kök altında 3. Bax, bu başqa məsələ. Bəli, evdə belə eləyəcəksiniz. Düsturla yazmayın. Düsturla yazmayın. Salamat yol əlavə xəttlər çəkməkdir. Yaxşımı? Başınıza dönərəm. Nə deyirəmsə, ona da əməl edin. Gəlin indi bu qaydamıza baxaq. Deyir ki, bərabər tərəfli üçbucağın daxilində götürülmüş ixtiyari nöqtədən tərəflərə çəkilmiş paralel düz xətlərin cəmi elə tərəfə bərabərdir. Bu nə demək uşaqlar? Bərabər tərəfli üçbucağın daxilində ixtiyari bir yerdə nöqtə götürmüşsünüz. Əgər bu nöqtədən mən tərəflərə paralellər çəkirəmsə, qaydamız deyir ki, bu paralellərin cəmi elə bir dənə tərəfə bərabərdir. Bunun da isbatı yox, sahədən deyil. Bunun isbatını vermək olar. Uşaqlar, bu isbatını belə verə bilərəm. Siz neyinin? Bax, bunların hamısının davamını çəkin. Belə bir dənə tövsiyə edeyim. Davamını çəkin. Yaxşımı? İndi qulaq asaq. Bu bucaq 60-dırsa, burada 60-dır, razısınız? Burada 60-dır, razısınız? Hətta bunun burası da 60-dır. Yenə də məndən razısınız. Burada 3-dən 60 gördünüzsə, bu Z olduğundan, buna da mən Z, buna da Z deyə bilərəm. Satırım bu hissəsi. Uşaqlar, bura X olduğundan bayaqlarda danışdıq. Burada X deyilmi? Bax, buranı da tapdım. Buradan bura qədər tapmışam. X-i tapmışam, Z-i tapmışam. İndi yenə belə bir şey yazaq. Bura 60-dırsa, burada 60 deyilmi? Həmçinin bura 60-dırsa, uşaqlar, burada 60 deyilmi?
60 ilə 60 eynidirsə, bura y olduğundan burada nə yazacağım? Y. Bura y-dirsə, onda bunun bu qarşısı da bizə y verəcək. İndi görə bildinizmi? Bütöv tərəf, bütöv A tərəfi nələrin toplamı oldu? A bərabər oldu nəyə? Y üstəgəl Z üstəgəl X. Yəni, demək ki, bu düstur doğruymuş. İsbatı bu formada. Çatdı? Tamam. Gəlin misala baxaq. Deyir ki, bərabər tərəfli üçbucağın daxilində götürülmüş ixtiyari nöqtədən bir dənə bərabər tərəfli üçbucaq çəkirəm. Daxilində ixtiyari nöqtə götürürəm. Nöqtədən tərəflərə çəkilmiş paralellərin uzunluqları 5, 6 və 9-dur. Məsəl üçün, buna paraleli belə çəkim. Oraya yazın 5. Buna paraleli necə çəkim? Buna paralel çəkdim də. Buna paraleli belə çəkim. Bir də buna paralel belə. Biri 6-dır, biri də 9-dur. Tərəflərimiz də olsun A. İndi uşaqlar, düsturumuz nə dedi? A bərabərdir. 5 üstəgəl, 6 üstəgəlsin 9. Bu elə 20. Perimetrimizdə 3 dənə A-dır. 3 dənə 20-dən cavab nə tapıldı uşaqlar? 60. Aydın oldu mu? Tamam. Növbəti bir dənə qaydamız. Görün nə deyir? Deyir ki, bərabər tərəfli üçbucağın daxilində götürülmüş ixtiyari nöqtədən tərəflərə qədər olan məsafələrin cəmi, qədər məsafə deyəndə hündürlük çəkməli idi uşaqlar. Bax, bu X, Y, Z-in cəmi elə bir dənə hündürlüyünə bərabərdir. Bunun isbatı sahələrdən gəlir, hələ ki deyə bilmərəm. Baxın, görün. X, Y, Z cəmi nəyə bərabər oldu? Hündürlüyə. Hündürlüyün də düsturu nə idi dedik? A köşdə 3 bölünsün 2. Yaxşı mı? Şimdi bu misalımıza da baxaq uşaqlar. Misal 21. Deyir, bərabər tərəfli üçbucağın daxilində götürülmüş ixtiyari nöqtədən bir dənə bərabər tərəfli üçbucaq çəkirəm. Daxilində götürülmüş ixtiyari nöqtədən tərəflərə çəkilmiş perpendikulyar düz xəttlərin uzunluqları biri 7-dir, biri 8-dir, biri isə 9-dur. Uşaqlar, qaydamız dedi ki, bu 7, 8, 9-un cəmi bizə nəyi verəcək? Bax, bu hündürlüyü verəcək. Bərabərdir hündürlük. İndi hündürlük nə qədər oldu? 24. Bəs yaxşı, hündürlüyün düsturu necə idi? Bayaqlar dedik. A köşdə 3 bölünsün 2. Bərabərdir 24. Onda A köşdə 3 oldu mu 48? A'nın özü 48 bölünsün köşdə 3. İrasatı azad edeyim. 48 vur köşdə 3. Köşdə 3 vurulsun köşdə 3. Köşdə 3'ü köşdə 3'ə vuranda 3. Bununla mı gedir? Qaldı burada deməli 16. Tərəf oldu 16 köşdə 3. Amma nə istəmişdik? Perimetr. Perimetrdə 3 dənə A'dır. 3 vur 16 köşdə 3. Cavabımız nə oldu? 48 kök altında 3. Aydındır? Tamam.